kişmişli suyun adi kişmişdən qat-qat faydalı olduğunu bilirdiniz. Bu su içilən anda qana sovrulur və tərkibindəki faydalı birləşmələr orqanizmdə inanılmaz nəticələrə gətirib çıxarır. Bunu biləcəksiniz. Kişmişli suyun faydaları bunlarda. Daxili orqanların fəaliyyətini yaxşılaşdırır. Sidik qovucudur. İmmuniteti möhkəmləndirir. Orqanizmi toksinlərdən və zərərli maddələrdən təmizləyir. Bu suyu müalicə məqsədi ilə içə bilərsiniz. Kişmişli suyu hazırlamaq üçün ən əvvəl tünd rəngli təbii kişmiş seçilməlidir. Çünki üzümün rənginin tündlüyü tərkibindəki faydalı elementlərin çoxluğundan xəbər verir. Kişmişin üzərindən təmiz su axıdın, çöplərini və çəyirdəklərini təmizləyin. 1 litr soyuq suya 1 xörək qaşığı kişmiş əlavə edin. Qarışımı 1 saat gözlədin. Sonra suyu süzün. Kişmişləri termosa tökün və üstünə 1 litr qaynar su əlavə edin. Termosun ağzını bərk-bərk bağlayın və 1 saat belə gözlədin. Nəhayət 1 saatdan sonra kişmişli su içmək üçün hazırdır. Su içəndən sonra kişmişi atmayın, onu da yeyin. Kişmişli su yeməkdən 30 dəqiqə əvvəl, yəni ac qarnı içmək lazımdır. Proseduru bir neçə gün eyni vaxtda edin. Əgər bu suyu müalicə məqsədi ilə istifadə edirsinizsə, 1-2 həftə ard-arda davam etdirin.